Salam xanımlar. Bugün mən sizə çanta üçün qulp toxuyacağam. Deməli, mənim ipim belə nazik ipdir, makrome ipdir. Məsələn, mən bu çanta üçün toxumağı göstərəcəm. Deməli, sizin çantanız hansı qalınlıqda ipdirsə, həmin ipdən də onun çantası, qulpunu toxuya bilərsiniz. Deməli, ilk öncə bu formada qoyuruq. Öncə belə bir zincir çəkdik, bənd elədik. Daha sonra deməli 1 2 zincir çəkdim. Demək, sonuncudan yox, ondan əvvəlkinin içindən çıxartdım və bu formada elədim. Daha sonra bunu bu formada döndəririk. Burada bir dənə, bax bu küncü toxuduq. Bu küncdə bir dənə belə ip var. Bunu götürürük. Hər ikisinin içindən çıxardırıq. Bunu belə elədik. İndi bunu bu formada döndəririk bu tərəfə. Bu tərəfdə indi 2 dənə ip var. Bu 2 dənədir. Bu 2 dənənin içindən çıxardırıq. 1 2. İkisini bir götürdük, çıxartdıq. Bu ikisinin içindən çıxartdıq və yenə 2 oldu. Bunun da içindən çıxardırıq. Bir daha döndəririk bu formada. Bir daha 2 dənəsinin içindən çıxartdıq. Bu formada çıxartdıq. Bir də 2 oldu. Bunun da içindən bu formada çıxardırıq. Belə döndərə-döndərə bir bu küncündən, bir bu küncündən bir daha döndəririk. Burada bax 2 qanaddır. Bunun içindən çıxartdıq. Bu formada bir daha döndəririk. İkisinin içindən çıxartdıq. Bu formada. İkisinin içindən çıxartdıq. Deməli, bir bu küncdən, bir bu küncdən. Bir daha döndərdik. Bu küncdən bir dənəsindən yox, hər ikisinin içindən götürməliyik. Götürdük, çıxartdıq. Və belə. Bir daha döndəririk. 1 2. Görürsüz? 1 2. Bunun içindən çıxartdıq və bu formada bir daha döndəririk. Götürdük. Bir daha döndəririk. Bu formada deməli bir o küncündən, bir bu küncündən, hər iki kənarından bu formada və gördüyünüz kimi artıq bu formada yaranır. Gördüyünüz kimi istədiyiniz uzunluqda. Üçündən də çıxartdım. İstədiyiniz uzunluqda deməli toxuyursunuz. Daha sonra mən də yetəri qədər toxuyum. Tam formasını onda daha yaxşı görmək olar. İstədiyimiz uzunluqda toxuyaq bir daha. Deməli, xanımlar, mən yetəri qədər toxudum. Bu formada. Siz də istədiyiniz uzunluqda toxuyursunuz. Bu formada. Bir buradan, bir də döndəririk. Bir buradan. Bu formada. Bu formada eləyirik. Və bunun baş tərəfini çalışın ki, yandırın ki, ucunu
sökülməsin. Bu formada belə sökülə bilər. Deməli, belə gördüyünüz kimi çox gözəl alınıb. Çox gözəl alınıb. Deməli, siz istədiyiniz uzunluqda bunu eləyirsiniz. Daha sonra deməli iynə keçirdib bu hissəyə belə tikirik. Bu formada. Qulpunu tikirik. Hər iki tərəfi tikirik formada. Uzunluğunu da siz istədiyiniz kimi edə bilərsiniz. İstəsəniz, məsələn, halqa da keçirdə bilərsiniz. Məsələn, istəmirsinizsə, halqa keçirdə bilərsiniz, halqa ilə keçirdərsiniz. İstəsəniz də tikə bilərsiniz. Bu formada da bizim çanta qulpunun toxunması qaydası. Əgər əl işimi bəyəndinizsə, bəyənməyi unutmayın. Zınqırovu aktiv etsəniz, əl işlərimdən ilk siz xəbərdar olarsınız. Abunə olmağı da unutmayın. Hələlik görüşənədək.